Salam uşaqlar, bu gün sizə daş dövrünün izahına baxacağıq. Deməli, biz ibtidai icma cəmiyyətini sizinlə 3 dövrdə öyrənəcəyik. Daş, tunç və dəmir dövrü. Daş dövrü qədim, orta, yeni daş dövrünə bölünür və biz bunu paleolit, mezoid, neoid, enoid mərhələsində öyrənəcəyik. İbtidai icma cəmiyyətində 3 dövrə bölməmizin səbəbi əmək alətlərinin müəyyən dövrlərdə hazırlandığı vasitələrdir. Məsələn, daş dövründə daşdan, tunç dövründə tuncdan, dəmir dövründə dəmirdən. Ona görə biz onu 3 dövrə bölürük. Daş dövründə, yəni paleolit, biz 3 dövrdə öyrənəcəyiksinə. Alt, orta və üst paleolit. Paleolit dövrü ilk insan tipdir, yəni bacarıqlı insan yaranmasından başlayır. Eradan əvvəl 12-ci minilliyə qədər davam edəcək ümumilikdə. Alt paleolit dövrünə bağlı bir sıra ilklər öyrənirik. Bunlar hansılardır? Bacarıqlı insan, yəni ilk insan tipi yaranmış olur bu dövrdə. Bacarıqlı insan yaranmasından 100 min il bundan əvvələ qədər davam edən dövrə biz alt paleolit dövrü deyirik. İlk insan kollektivi bu dövrdə yaranır, yəni ulu icma mövzusu olacaq həm alt paleolitdə, həm orta paleolitdə. Amma üst paleolitdə artıq dağılacaq. İlk əmək alətlərinin meydana gəldiyi dövrdə alt paleolitdir. Sivri daş, yer qazan çubuq və dəyənək. İnsanlar mənimsəməklə məşğul olmağa başlayır bu dövrdə. Buna yığıcılıq və uçluq deyirik. Mənimsəmək və istehlat eyni şeylərdir. İlk dəfə təbiət anlayışı bu dövrə aiddir və bu dövrdən başlayaraq artıq insanlar təbiətdən istifadə edə bilir. Amma ilki alt paleolit dövrünə aiddir. Mütləq ilklərə fikir verirsiniz. Çünki bir şeyin yarandığı dövr bir dövrə aid olurdu. Yəni bir insanın yarandığı dövr necə ki, bir dənə dövrə aid olunur. Məsələn, 2002-2003. İlk insan kollektividir, ilk insan tipidir, ilk əmək alətləridir, ilk təbiətdən istifadədir. Bunlar hamısı alt paleolit dövrünə aiddir. Məsələn, biz bu dövrü öyrənirik Yazıq mağarası əsasında, yəni Xocavənd rayonu yaxınlığında öyrənirik və bu dövrün mədəniyyətinə biz Qurutça mədəniyyəti deyirik. Azıq mağarasında 1960-86-cı illərdə tədqiqat işləri aparılır və Məmməd Əli Hüseynov 1968-ci ildə burada insanın alt çəni sümüyü tapılır. Bu da 18-22 yaşlı bir qadına aid olur. Hal-hazırda Azərbaycan Tarix Muzeyində saxlanılır həmin çəni sümüyü. Daha sonra 700 min bundan əvvəl aid ocaq izlərdir, nəsli kəsilmiş heyvanların sümükləridir, bu dövrdə aşkarlanır. Daha sonra ayrı çay daşlarından, çaxmaq daşından, opistandan və ya volkanik şüşə və ya dəvəgöz deyəcəyik buna. Bunlardan əmək alətləri hazırlanır. Çaxmaq daşı sözünü biz bir də neoid dövründə işlədəcəyik ki, insanlar orada da əmək alətlərini çaxmaq daşdan hazırlayırlar. Daha sonra Azıq xanadamına biz Azıxantrop deyirik. O ilə bağlı kəsas özəy öyrənirik. 400 min bundan əvvəl yaşamış olması, bir də iç dini ayinləri icra eləmiş olması. İç dini ayinləri niyə icra ediblər? Çünki ay kəlləsi tapılır mağaradan. Onun üzərində müəyyən işarələr olur ki, o bizə 3 dənə məsələni sübut edir. Bir, iç dini ayinlərin yaranmasını, ikinci, heyvanlara inamı, üçüncü də ibtidai incəsənətin ilk nümunəsi ay kəlləsi sayılır. Sonra orta paleolit dövrü. Biz bu dövrə Musti mədəniyyəti deyirik. 100 min bundan əvvəldən başlayır, 35 min bundan əvvələ qədər davam edir. Yeni insan tipi, Neandertal insan bu dövrdə yaranmış olur. İlk dəfə süni ot, ilk dəfə təbiət qüvvələrinə və axirət dünyası ilə bu dövrdə yaranmış olur. Əgər sizə desəm ki, heyvanlara inam hansı dövrdür? O deyəcəksiniz ki, alt paleolitdir. Amma desəm ki, təbiət qüvvələrinə inam, axirət dünyası ilə nə vaxt yaranmağa başladı? Deyəcəyik ki, orta paleolit. Daha sonra ilk dəfə tuzlu alətlər, silahlar bu dövrdə düzəldilməyə başlanılır. Gəlir üst paleolit dövrünə. Üst paleolit dövrü eradan əvvəl 35-dən başlayır, 12-də bitir. Yəni dövrlər bir-birinin ardınca gəlir minillik baxmana. Bu dövrdə deyirik ki, müasir insan tipi, ağıllı insan, yəni Homo sapiens meydana gəlinir. İnsanlar bir çayın digər sahilinə keçmək üçün sallar düzəldirlər. Daha sonra daş alətləri sümükdən ağacdan hazırlanır. Bu dövrdə səsli nitq formalaşır və səsli nitqin yaranması iki səbəbi var idi. Əmək fəaliyyətinin genişlənməsi və şuurun inkişaf eləməsi bu testlərə düşmüş olur. Sonra daş və sümük üzərində incəsənət nümunələrinin meydana gəlməsi. Baxın, bu xüsusiyyət testlərə gəlir. Ulu icmanın qəbli icması əvəz edir. Qəbli icmasında biz həm də nəsli icma deyirik, bunu unutmuruq. Ana xalqanlığı yaranmış olur. Və qəbli icması, ana xalqanlığı davam edir erkən tunca qədər. Ona görə deyirik ki, mezoiddə, neolitdə və enoiddə ana xalqanlığı və qəbli icması mövcuddur. Daha sonra qadınların mühüm rolundan danışırıq ki, məsələn, uşaqların qayğısına qalmaqdır, odu qoruyub saxlamaqdır, yemək bişirməkdir, gilə meyvə toplamaqdır. Bunların hamısı qadınların vəzifəsi olur bu dövrdə. İnsan tiplərini qeyd elədim. Hər dövrdə bir insan tipi öyrənirsiniz. Mağaralara gəlirik. Qarabağda Azıq dağlar, Kəlbəcərdə Zar, Qazaxda daş saxı damcılı, Naxçıvanda qazma, Lerikdə Buzeyir, Mingəçevirdə Qaraca.
Bunların hamısı alt paleolit dövründə öyrənilənlərdir. Bir dənə damcanı biz həm də orta daş dövründə öyrənirik, yəni mezoiddə. Gəlirəm xəritəyə. Baxın, damcı daşsağlı Qazaxdadır, xəritənin ən küncündə. Aşağı gələndə çıxıntılı rayonumuz Kəlbəcərli, Zar buradadır. Sonra tağların azlıq, indi ayrı bir xəritə sualında, mövzusunda bunu izah edəcəm yerlərini birdən. Tağlar azlıq Xocaməddədir. Naxçıvanda qazmadır. Bakı sahilində yaxınlığında Qobustandır. Lerikdə Buzeyirdir. Bir də Cəlilabadda Əliköməkdəpədir. Bu Enolit dövrü abidəsi Əliköməkdəpə, amma sizə də ehtiyac yoxdur, yadda saxlamasınız olar, çıxardıblar bunu testlərdə. Gəlirik mezoid dövrünə. Mezoid dövrü orta daş dövrüdür. Eradan əvvəl 12-8-ci minillikləri əhatə eləmiş olur deyirik. Daha sonra deyirik ki, bu dövrdə oxkaman kəşf olunur. Bunun da nəticəsində insanlar heyvanları daha uzaq məsafədən avlanmağa başlayırlar. Bu da qida ehtiyatının artmasına, heyvanların əhəlləşdirilməsinin başlanğıcına səbəb olur. Buna görə də ibtidai maldarlıqla ibtidai ikincisi qoyulur. Əsası qoyulur, yəni. Əhəlləşdə ilk heyvan it olur. Daha sonra biz mənimsəmədən, yəni istehlakdan istehsala bu dövrü keçirik. Yəni keçisin əsası mezoiddir, amma istehsalın formalaşdığı meydana gəldiyi dövr neolitdir. Daş əmək alətləri yəni üstündür bu sahədə. Əmək alətləri mikrolit, yəni kiçik daşlardan hazırlanmış olur deyirik. Bu dövrdə axirət dünyasının inam artır. Axirət dünyasının inamı yarandığı dövr orta paleolitdir, amma inamın artdığı dövr isə mezoiddir. Dəfn zamanı insanlar yanına müəyyən əşyalar qoyurlar, bütlər qoyurlar deyirik. Mezoid dövrünün abidəsi Qobustan və Damcılı mağarasıdır dedik. Sonra bir də mezoidlə bağlı onu qeyd edeyim ki, Qobustanda qayaüstü rəsm aşkar olunur. Həmçinin ağacın için ayaraq qayıqlar düzəldirlər. O da Qobustana aiddir. Yalı rəqs də Qobustanla bağlıdır. Sonra gəlir neolit dövrünə. Eradan əvvəl 8-6-cı minillikləri əhatə eləmiş olur. Əkinçi inkişaf edir. Yəni əkinçi maldarlıq əsas məşğuliyyət sahəsi neolitdə olur. Neolit nəzər sözüdür. Əmək alətləri saxmaq daşı və dəri gözündən hazırlanır bu dövrdə. Daha sonra bu dövrdə oraqlar meydana gəlməyə başlayır. Torpağı toxana yumuşaldırıq deyənə toxa əkinçinin bünövrəsi qoyulur. İstehsal meydana gəlir. İstehsal keçilməyindən oturaq həyatının əsası qoyulur. Oturaq həyatı izah eləmişdim dərslərdə. Yəni ki, əkinçi əsas sahə olduğu üçün insanlar oturaqlaşmağa başlayırlar. Sonra yeni təsərrüfat sahələri, duluzçuluq, toxuculuq, dəri işləmə meydana gəlməyə başlayır. Bir də daşları cizalamaq və deşməyə başlayırıq ki, bu neolit inqilabı sayılır. Daha sonra bu dövrdə toxuculuqda iydən istifadə olunur. Yaşayış məskənlərinə gələndə Tovuzda Göytəpə, Ağcabəddə Kamiltəpə öyrənirik. Bir də Qobustan əsas əhatədə saxlayan ki, o da neolit dövrü abidəsidir. Qobustan həm mezoitin, həm neolitin, həm də enolitin ortaq abidəsi sayılır. Gəlirik enolitə. Eradan əvvəl 6 və 4-cü minillikləri əhatə eləmiş olur. İnsanlar ilk dəfə metalla, yəni mislə tanış olur. İlk metal deyəndə heç ağlınıza dəmir gəlməsin, misi götürəcəyik. Evlər dairəvi formada çirkəli bitsən və möhrədən inşa olunur. İnsanlar deyirik ki, evlərdə birgə formada yaşayırdı və icma torpağında birgə işləyirdilər. Sonra deyirik ki, bunlarda evlərin döşəməsinə həssas sərilirdi. Enolit dövrünün səciyyəvi cəhətidir. Bu dövrün əkinçisini tox əkincisi deyirik. Taxılı yenə oraqla biçirlər və iri saxsı küplərdə saxlayırlar. Bütün ev heyvanları əhəlləşdirilməsi başlatır deyirik. Təsərrüfatda qaramal və davar bəslənilirdi deyirik. Bu dövrdə ikinci dərəcəli sahələr var ki, bu ovçuluqla, balıqçılıqla və testlərə çox düşür. İnsanlar yenə sənətkarlıqla, duluzçuluqla, daş işləmə, toxuculuqla məşğul olurdu. Dini inanc məsələsinə gəldikdə, insanlar ölülər, yəni yaşayış məskəninin içində, arasında dəfn olunurdu. Üzərlərinə qan rəmzi sayılır, oxra səpilirdi və insanlarla bağlı bu dövrdə olsun və mərasimlər keçirilirdi. Yəni dini ayinlər və olsun mərasimlər keçirilirdi ki, bunu da bizə Qobustandan tapılmış qayaüstü rəsmləri sübut elədiyi üçün biz Qobustanı həm də bu dövrün abidəsi kimi hesab edirik. Daha sonra mis alətlərin tapıldığı rayonlarımız var ki, Qarabağdır, Daşkəsəndir, Gədəbəydir ki, bunlar mis alətlərin tapıldığı rayonlardır. Qadınların mövqeyi hələ də Enolit dövründə deyirik ki, üstün bir səviyyədə qalmaqda idi. Mövzumuzun izahı bu qədər. İnşallah növbəti izahda Tunc dövrü olacaq.